Sualda deyilir, kütləsi 4 kiloqram olan cisim mail müstəvidədir. Mail müstəvidin hündürlüyü 3 metr, oturacağı 4 metrdir. Cismin çəkisi neçə newtondur? Deməli, cismin ağırlıq qüvvəsi onun kütlə mərkəzindən yerə doğru yönəlir və mc düsturundan biz tapa bilərik 4 vur 10 eləyəcək 40 newton. Ağırlıq qüvvəsi 40 newtondur. Və bu ağırlıq qüvvəsinin iki proyeksiyası var. Bucağa bitişik olan proyeksiyası 40 kosinus alfa, digəri isə 40 sinus alfadır. Əgər cisim mail müstəvi üzərində sükunətdədirsə, belə çıxır ki, sükunət sürtünmə qüvvəsi də təsir edir. F sükunət sürtünmə qüvvəsi 40 sinus alfa ilə tarazlaşır. Və burada həmçinin dayağın reaksiya qüvvəsi var. Dayağın reaksiya qüvvəsi isə 40 kosinus alfa ilə tarazlaşır. Dayağın reaksiya qüvvəsini tapıram. 40 kosinus alfa. 40 vur. Kosinus alfa düzbucaqlı üçbucaqda bucağa bitişik olan katetin hipotenuza olan nisbətidir. İndi fikir versəz, bura 3, bura 4-dür. Onda hipotenuz 5 olar. Və kosinus alfa olacaq bitişik katetin hipotenuza nisbəti, yəni 4 bölünsün 5. 4 bölünsün 5. Bu da eləyəcək 8 vur 4 bərabər 32 newton. Deməli, biz reaksiya qüvvəsini tapdıq ki, 32 newtondur. Cismin çəkisi də cismin dayağa və askıya göstərdiyi təsir qüvvəsidir. Və çəki reaksiya qüvvəsinə bərabər olur. Onda cismin çəkisi də elə 32 newton olar.